Salam dostlar. Artıq reaksiya videolarından ikinci hissədəyik. Bu videoda da biz deməli Anar Əsəf müəllimin YouTube kanalına müraciət eləmişik. Belə bir sual, tənliklər sistemindən ətraflı sual izahı adında bir video var və səhv eləmirəmsə Anar müəllimin öz kitabındandır bu sual. Səhv elədimsə, yəni üzrlü sayar. Öz kitabından sualın izahına baxaq. Bax bunu aldıq. İndi kubu görün mən nə edəcəm? Bax alıram x kubu plus y kubu plus z kubu bərabər eləyirəm x plus y plus z-i vururam x kvadrat plus y kvadrat plus z kvadratına. Bax vuranda x-ə vuranda nə edir? X kubu eləyir. X y kvadratı yoxdur orada, x z kvadratı orada yoxdur. Deməli mən çıxıram x y kvadratın, x z kvadratın. Sonra bunu buna vururam, olur y x kvadratı. Çıxıram da, əlavələri çıxıram. Minus y z kvadratı çıx z x kvadratı çıx z y kvadratı. Niyə belə yazdım? İndi buradan əslində bir yerə gəlib çıxacağıq. Və bunlar var. Bunlar nə qədərdir ki? Bax, yuxarıda biri 1-dir, biri 9-dur. Buranda nə indir? 9 çıxılsın. İndi burada nə indirəm? Və buradan x, y-ləri çölə çıxardıram. Qalır x plus y. Və bu getdim. Sonra y-lərdən çölə çıxardıram. Qalır y-z-i çölə çıxardanda qalır y plus z. Sonra x-ləri çölə çıxardıram. Qalır x plus z. Axı, hər dəfə x plus y-i yuxarıdan nə qədər tapa bilərəm? 1 çıx z tapa bilərəm. Axı, bu 1 çıx z-dir. Sonra y plus z 1 çıx x-dir. Sonra x plus z 1 çıxılsın y-dir. İndi baxın, bunları yenə mötərizələrini açanda x, y, z, x, y, z, x, y, z. 3 dənə x, y, z var. Minus x, y plus y, z plus x, z var. Bunlar da yuxarıda var. Baxın, x, y, z hasilin istəyilmiş. Hasilin əla. Kub var, 1-dir. Bax, sağda 1 var. Bura 9-dur. Bura 3x, y, z-dir. Bu nə idi? Bu da mənfi 4-dür. Üstə gələn nə olur? 4 olur. Oradan rahat tətbiq eləyib tapa bilərsiniz. Bu əslində bu çox qəşəng iş oldu. Amma mən sizə əvvəlki dərslərdə belə bir vurğuları ayırma da öyrətmişdim. Deməli bu x plus y plus z vurulsun. O mən unudan da aparıb yerinə qoyub da yazıram. Plus, səhv etmirəmsə minusudur. Onun isbatı mən bilirəm. X, y plus x, z plus y, z-dir. Bundan da yazmaq olar bəlkə də. O vurğuları ayırmanı bir də hesablayıb yazmaq olar. Gözəl. İzah gözəl. Sual da möhtəşəm. Sual da möhtəşəm. Yəni mümkünsə həmin kitabı əldə eləyin. İnanıram ki, içində daha maraqlı suallar da var.